Ölüm, qiyamət və böyük diriliş, həqiqətin məntiqi çərçivəsi. Dünyanın imtihan mahiyyəti. Bu fani dünyada insan həyatı bir dəfə verilən və təkrarı olmayan bir imtihandır. Bir çox insan geri qayıtma mövzusunda müxtəlif fərziyyələr irəli sürsə də, məntiq və ilahi qanun uyğunluqlar göstərir ki, dünya həyatı ilə axirət arasında keçilməz bir sərhəd vardır. Qiyamətdən öncə hər hansı bir fiziki qaydışın baş verməsi həm yaradılışın məntiqinə, həm də ilahi ədalət prinsiplərinə ziddir. 1. Ölüm, qaydışı olmayan keçid. Quranın açıq bəyanatına görə insan öldüyü andan etibarən onun dünya ilə bütün əlaqələri kəsilir. Ölüm sadəcə cismani son deyil, həm də əməl dəftərinin bağlanmasıdır. Qurani Kərimdə insanın ölüm anında geri qayıtmaq istəyi və buna qoyulan qəti qadağa belə təsvir olunur. Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim, məni geri qaytar ki, tərk etdiyim dünyada yaxşı bir iş görüm." Xeyr, bu onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bir maniyə vardır. Əl-Muminun surəsi 99-100. Bu ayə sübut edir ki, insan ruhu üçün dünya qapısı bir dəfəlik bağlanmışdır və qiyamətə qədər geri dönüş üçün heç bir yol yoxdur. 2. Peyğəmbərlərin şahidliyi və missiyanın sonu. Yer üzündə ədaləti peyğəmbərlər bərqərar etmiş, sonuncu peyğəmbər isə 1400 il əvvəl öz vəzifəsini tamamlayaraq bu dünyadan köçmüşdür. Peyğəmbərlər belə dünyadan köçəndən sonra insanlar üzərində hər hansı bir nəzarət funksiyasına malik deyillər. Bu həqiqət Həzrəti İsa'nın dili ilə Qurani Kərimdə ən aydın şəkildə bəyan edilir. Mən onlara ancaq sənin mənə əmr etdiyini, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin demişəm. Nə qədər ki onların arasındaydım, mən onlara şahid idim. Sən məni onlardan götürdükdən sonra isə onlara nəzarət edən özün oldun. Sən hər şeyə şahidsən. Əl-Maidə surəsi 117. Bu ayə açıq şəkildə göstərir ki, hətta İsa Peyğəmbər belə dünyadan ayrıldıqdan sonra ümmətinin əməllərinə şahidlik etmir. Əgər elçilər belə dünyadan ayrıldıqdan sonra nəzarəti tamamilə Allaha təslim ediblərsə, deməli, qiyamətə qədər hər hansı bir xilasçar qaydışı gözlənilmir. Nəzarət və hökm yalnız Allahındır. Burada Quranın bütövlüyü prinsipini nəzərə alsaq, qarşımıza mühüm bir sual çıxır. Əgər Əl-Möminun surəsinin 99-100-cü ayələri ölənlərin qiyamətə qədər geri qayıtmasının qeyri-mümkün olduğunu, bərzəx səddini qəti şəkildə bəyan edirsə, bəs Əl-Maidə 110 və Ali İmran 49 surələrində İsa Peyğəmbərin ölüləri diriltməsi necə başa düşülməlidir? Bu məqamı aydınlaşdırmaq üçün Quranın ölüm və vəfat anlayışlarına yanaşmasını dərindən təhlil etmək lazımdır. Quran terminologiyasında ölüm, yəni məvt və vəfat, canın alınması fərqli dərəcələrdə təqdim olunur. Əz-Zimar surəsinin 42-ci ayəsi bu sirri açır. Allah, əcəli çatan kimsələrin canlarını ölüm anında, əcəli çatmayanların canlarını isə yuxuda alar. Ölümünə hökm verdiyi kimsələrin canını saxlayar, digərlərini isə müəyyən bir vaxtadək bədənlərinə geri qaytarar. Bu ayə sübut edir ki, yuxu və ya bənzəri hallar, koma, kliniki ölüm, keçici vəfat növüdür və bu vəziyyətdə olan ruhların bədənə qayıtması ilahi qanuna uyğunluqlara zidd deyil. Ayələrdə işlədilən uhyil məvtə, ölüləri dirildirəm ifadəsi bioloji olaraq tamamilə parçalanmış və bərzəx aləminə keçmiş, yəni imtahanı bitmiş şəxsləri deyil, Allahın izni ilə ruhun bədənə qayıtmasının hələ mümkün olduğu dərin vəfat vəziyyətində olanlara əhatə edir. Tibbin inkişaf etmədiyi o dövrlərdə ağır koma, katalepsiya və ya kliniki ölüm vəziyyətində olan şəxslərin ətrafdakılar tərəfindən ölü sayılması təbii idi. İsa Peyğəmbərin özü də bu vəziyyəti yuxu kimi xarakterizə edirdi. İncil mənbələrindəki bu faktlar Quranın məntiqi ilə tam üst-üstə düşür. Kənara çəkilin, qız ölməyib, yatıb, yuxudadır. Matta 9:24. Dostumuz Lazar yuxuya gedib, mən onu oyatmağa gedirəm. İsa onun ölümünü nəzərdə tuturdu. Yahva 11:11-13.
Bu yanaşma möcüzənin əzəmətini kiçiltmir, əksinə onu Allahın kainata qoyduğu ümumi qanuna uyğunluqlarla uzlaşdırır. Əgər İsa Peyğəmbər imtahanı bitib qaydılmaz maneəyə keçmiş birini geri qaytarsaydı, bu Quranın onların arxasında diriləcəkləri günə qədər bir maneə vardır. Əl-Möminun 100 ayəsi ilə ziddiyyət təşkil edərdi. Allahın kəlamında ziddiyyət ola bilməz. Beləliklə, İsa Peyğəmbərin bu möcüzəsi bir insanın dünyaya ikinci dəfə imtahan üçün qayıtması deyil, Allahın hər bir insanı qiyamət günü yenidən diriltməyə qadir olduğunun canlı bir ayəsi, yəni nişanəsi idi. Göründüyü kimi İsa Peyğəmbərin diriltmə möcüzələri müvəqqəti vəfat halından oyatma mahiyyəti daşıyırdı. Bu həm tibbi, həm də teoloji baxımdan qayıtma ideyasını deyil, qiyamətdəki böyük dirilişin həqiqətini sübut edən bir dəlildir. İnsan statusundan asılı olmayaraq bir dəfə ölür və onun dünya imtahanı üçün geri dönüşü qiyamətə qədər qeyri-mümkündür. Digər tərəfdən, möcüzələrin mahiyyəti insanı qeybə imana sövq etməkdir, onu gördüyünə məcburi şəkildə inandırmaq deyil. Məsələn, Musa Peyğəmbərin dənizi yarması birdən-birə insanların gözü qarşısında baş verməyib. Çünki insanlar dənizi keçdikdən az bir sonra qızıldan bütlər düzəltdilər. Möcüzəni görmüş insanlar tez bir zamanda bunu unuda bilməzdilər və büt yaratmaqda meyilli olmazdılar. Bu səbəbdən İsa Peyğəmbərin diriltdiyi ölülər daha çox tibbi mənada, ümidsiz vəziyyətdən qayıdan insanlar kimi anlaşıla bilər. Ayədə quşların dirilməsi məsələsinə gəldikdə isə, heyvanların insanlardan fərqli olaraq imtahan məsuliyyəti olmadığı üçün onların dirilməsi ilahi ədalət prinsiplərini bozmur. 3. Peyğəmbərlik missiyasının tamamlanması. Yer üzündə haqq yolu göstərmək vəzifəsi Peyğəmbərlərə məxsus idi. Sonuncu Peyğəmbər, Həzrəti Mühəmməd bu missiyanı kamil şəkildə tamamlamışdır. Din tamamlanmış, ilahi hökm bəyan edilmişdir. Qiyamətə qədər kiminsə geri dönüb dünyanı düzəltməsi məntiqi deyil. Çünki imtahanın şərti odur ki, insan ona təqdim olunan kitab ilə öz iradəsini sınağa çəksin. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan neymətimi tamamladım. Əl-Maidə surəsi 3. Mühəmməd, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Əl-Əhzab surəsi 40. 4. Qiyamət və yeganə söz sahibi. Qiyamət, kainatın mövcud nizamının dağılması və yeni bir mərhələnin başlamasıdır. Qayıdış adlandırılan hadisə, yalnız bu böyük dağılışdan sonra hesab günü üçün bütün bəşəriyyətin eyni anda dirildilməsi şəklində olacaqdır. Həmin gün, yeganə mütləq hakim Allah olacaqdır. O gün, hökmranlıq və ixtiyar tamamilə Allaha məxsusdur. Əl-İnfitar surəsi 19. 5. Məntiqi nəticə, imtahanın sirri. Qiyamətdən öncə kiminsə geri dönməsi, imtahanın sirrini və ədalətini pozar. Əgər bir insan öldükdən sonra geri dönsəydi, bu artıq qeybə iman deyil, məcburi inam olardı. Belə bir inancın isə Allah qatında mükafat dəyəri yoxdur. İnsan statusundan asılı olmayaraq, ölümlə birlikdə dünya səhifəsini bağlayır. Nəticə. Bəşəriyyətin gözlədiyi böyük qayıdış, dünya sistemini yenidən qurmaq üçün deyil, qurulmuş sistemin hesabını vermək üçün baş verəcəkdir. Səmavi kitablarda və sağlam ağıl prinsiplərində qiyamətə qədər fiziki bir qayıdışa yer yoxdur. Həqiqət birdir. İnsan bu dünyada əkir, qiyamətdən sonraki böyük dirilişdə isə biçir. P.S. Tarix boyu səmavi dinlərin ardıcılları arasında ən böyük anlaşılmazlıqlardan biri, yeni bir elçinin gəlişi ilə getmiş bir elçinin qayıdışı arasında fərqin itməsidir. Əvvəlki kitab əhlinə, yəni Yahudi və Xristianlara, növbəti peyğəmbərlərin gələcəyi barədə müjdələr verilmişdi. Lakin zaman keçdikcə, bu müjdələr insani duyğular və təhrif olunmuş təfəkkürlə əvəzləndi. İnsanlar səmavi kitablara əsasən yeni rəhbəri araşdırıb qəbul etmək əvəzinə keçmişdəki peyğəmbərlərin fiziki olaraq geri dönəcəyi inancına qapıldılar. Peyğəmbərlər bir-birini əvəz edən zəncirin halqaları kimidir. Hər elçi özündən əvvəlkinin gətirdiyi tevhid, yəni təkallahlıq prinsipini təsdiqləmiş və özündən sonrakını müjdələmişdir. Məsələn, Həzrəti İsa özündən sonra gələcək Faraklit,
yəni Mühəmməd peyğəmbəri müjdələdiyi halda, xristian dünyasının bir hissəsi bunu yanlış interpretasiya edərək İsa'nın özünün yenidən dünyaya qayıtması kimi qəbul etdi. Eynilə, Yahudilər İsa'nı peyğəmbər kimi qəbul etməyib, Məsih gözləntisində qaldılar. Halbuki, Qur'an İsa'nı məhz Məsih olaraq adlandırır. Ali İmran surəsi 45, Ən-Nisa surəsi 171, Əl-Maidə surəsi 72-75.